Deməli, axşamın xeyir xəyal bir daha. Axşamı xeyir qardaş. Necəsən, nə var, nə yox? Şükür yaxşı olasan, sən necəsən? Şükür Allah, yaxşı ol günə. Xəyal, deməli, biz səninlə bir yerdə ortalama bir aya yaxın bu master kursunu keçdik, düzdürmü qardaş? Bəli. Sənin təəssüratların, düşüncələrin necədir bu bizim ikimizin bir yerdə sənə öyrətdiyim kurs barəsində? Nə düşünürsən? Mənfi cəhətləri necə oldu sənin üçün? Müsbət cəhətləri necə oldu sənin üçün? Bir aydınlama yaşadınmı? Dəyərmiydi ümumiyyətlə bu hazırlığı məndən almağa? Yoxsa necə? Buyur, sənə eşidirik. Deməli belə, deməli tam səmimi deyirəm. Mən çox kurslar keçmişəm. Ümumiyyətlə trade sahəsində. İstəyir dalğalar olsun, meyilli ticarət olsun, cürbəcür kurslar var da, bunların hamısını keçmişəm. Mən ümumiyyətlə bu birjada, istəyir forex olsun, istəyir kripto aləmində, yəni çoxdan varam. Demək olar ki, danışsan bu trade sahəsində hesab edirəm, amma mən başqa sahəni bilmirəm. Trade sahəsində mən keçdiyim kurslarda hələ ki tam xeyri görməmişəm, yəni xeyrə çıxmamışam. Hələ də axtarırdım. Çünki bu bazarı sən kursları keçirəm, kursları görürəm hamısını. Yəni başa salırlar, demirəm o bir kurslar istəyir, dalğalar olsun, Fibonacci çox olsun, ümumiyyətlə çox da sahələri çoxdur. Demirəm bunlar nə bilim keçərlidir, yəni bundan bazarda nəsə demək olmaz. Onlar hardasa olur. Amma bu kurslar, bu sahələr, bu trade sahələri, yəni strategiyalar deyim də, həmin strategiyalar sənə əzbərçilik öyrədirlər. Yəni bazarı tam başa anlaya bilirsən. Yeganə kursdur ki, yəni strategiyadır ki bu, strategiyadır. Mən axı ki axtardığımı tapdım, həqiqətən də bu strategiyana mən bazara baxan kimi bazarda nə baş verdiyini və nə baş verəcəyini anlayıram, başa düşürəm. Yəni burada mən heç əzbərləmirəm, ay filan şey belə əzbərliyim, bu beləsinə gəldi, dalğalardakı kimi 3-cü dalğa, 5-ci dalğaya keçəndə bu olmalıdır. O da ki təxmin eləyirsən ki, hə, bu belə bir şey ola bilər. O da heç 50-60%-dir ya, heç çoxsu gəlmir. Amma bu strategiyanın həqiqətən də demək olar ki, düz deyil, yəni %100 seçən yoxdur, 100% Onu seçən deyəcəkdim ki, yəni %100 onsuz da kim deyə bilər, mənim 100% heç nə yoxdur. Bəli. Amma mən hələ ki bu strategiyanı, arkadaş, mən bu strategiyana 100% demək istəyərdim, amma %100 seçən olmadığı kimi hələ ki demirəm. 90% heç vaxt heç kim %100 deyə bilməz. Real həyatımızı götürək də, adi canlı həyatımızı. Yəni bilsən mən bu strategiyalarla müqayisə eləyəndə mən buna 100% demək istəyirəm. Mən bu bir strategiya var. Strategiyalara baxanda demək istəyirsən. Hə, digərlərinə baxanda vallahi hə, belə bu digər strategiyalara baxanda deyirəm ki, bu 100%. Amma 90% həqiqətən də bu strategiyanı bazara baxan kimi anlayırsan ki, nə baş verəcək və nə etmək olar. Amma təbii ki, həqiqətən də özün də bilirsən də, yəni mən onu həmişə sənə deyirəm. Kurslar. Hə, buyur. Bu kursların çoxsunda məsələn insanların deyirlər ki, cəlb etmək üçün deyirlər, bilməm nədirsə. Bəlkə də o həqiqətən də uğurlu olanlar o bir strategiyalarda deyə bilərəm. Çoxsun məsələn cəlb etmək üçün deyir ki, 10 açdığın əməliyyatdan hardasa bir 7-8-i düz gəlir. Mən indiyənəcən hələ ki ona rast gəlməmişdim. Amma bu strategiyanı doğrudan özüm gördüm, şahidi oldum. Özüm də hal-hazırda əməliyyatlar açıram bu strategiyana. Həqiqətən də mənim açdığım 10 əməliyyatdan 2-3-ü bunda gəlməyə bilər. O da yenə də istiqaməti tuturam, bilirəm. Bu strategiya mənə göstərir nədir. Sadəcə orada özün bilirsən də, özün yaxşı treydersən, orada iynə söhbəti var ki, səni ata bilər. Bəli. Yəni bilirsən, düz gəlməyə bilər. Amma istiqaməti sən burada düz tutursan.
strategiyanı. Bilirsən də, amma xeyal, hər şey insanın özündə bitir də. Yəni mən öyrətdiyimi öyrədirəm, hər şeyi öyrədirəm, göstərirəm sənə. Amma yəni sən olma, yəni ümumiyyətlə bir fərqi yoxdur kim olur olsun. Yəni insan tələbə öz üzərində çalışmasa, yəni əgər istəyirsə ki, bir tələbə ki, onun nəticələri daha yüksək, daha belə deyim, uğurlu olsun, o burada oturub çalışmalı. Yəni sənin də az əvvəl dediyin kimi bu strategiya mənim sənə öyrətdiyim strategiya, mənim trade elədiyim strategiya bu əzbərə dayanan bir mövzu deyil də. Hə, buradan məsəl üçün Fibonacci atdın, gəldi, nə bilim, 618-ə longla, ay nə bilim, Elliot dalğasına dəydi bu səviyyəyə, sonra davay longla və yaxud da shortla fərq eləmir də. Biz burada, qardaş, birinci bizim strategiyamız əsas məğzi belədir ki, biz flowla bir yerdə hərəkət edirik. Yəni market flow nədir? Axındır. Yəni axın hara gedir, trend hara gedir, lord dildə deyir. Yəni özün görsən də biz daima trendlə bir yerdə hərəkət eləməyə çalışırıq. Yəni ən azından məsəl üçün deyirəm, market qalxırsa biz onu shortlamırıq və yaxud da market düşürsə biz onu longlamırıq. Qardaş hara gedir? Biz də onunla bir yerdə hərəkət eləməyə çalışırıq. Day marketi döndürmürük də, ay nə bilim, buradan qaydar, inşallah buradan dönər. Yəni bizdə belə deyil. Hara kimi gedirsə biz də onunla bir yerdə getməyə çalışırıq. Qalxırsa qalxmağa çalışırıq, düşürsə düşməyə çalışırıq. Yoxsa gözlüyüm buradan ki, nə bilim, inşallah buradan qaydar. Məsəl üçün, indi istiqamət dərsində görmüsən də bəzi şeylərin spoiler vermirəm. Qardaş, hara kimi gedir, biz də gedirik. Daha biz o düşüncəyə girmirik ki, bu çox qalxıb, yəqin ki, buralardan düşərək və yaxud da bu çox düşdü, yəqin ki, buralardan qalxar. Yəni, bizim strategiyamızda belə bir şey yoxdur. Hara kimi gedirsə market, biz də onunla bir yerdə çalışırıq. Yəni, belə deyim də, axına qarşı getmirik. Biz daim axınla hərəkət eləməyə çalışırıq. Yəni, burada məsələn, əlbəttə elədir, düz deyirsən. Öz win rate-ini, belə deyim də, uğurunu 80%-ə, 90%-ə də qaldıra bilər. 100% mən sözü heç vaxt istifadə eləməyəcəm. Hətta 100% sözü işlədənlər də birbaşa fırıldaqçıdırlar. Çünki dünyada belə 100% heç nə yoxdur. Kim deyə bilər ki, mən bir dəqiqədən sonra nəfəs ala bilərəm? Qurban olum. Əlbəttə 100%. Həyata belə heç nəyə garantiya yoxdur da, açıq danışaqdan deyil. Amma belə bir çıxmasın, bu açdığım, sənə göstərdiyim qrafikdə, yəni strategiyada, yəni hər şey göz qabağındadır da, belə bir çıxmasın. Hər şeyi özün görürsən. Ona görə səndən xahiş elədim ki, yəni tam Allahla da öz düşüncələrimi paylaş ki, qoy bu insanlar baxsınlar, görsünlər ki, burada nə baş verir, burada həqiqətən düzgün strategiya öyrədilirmi, yoxsa burada elə yalandandırmı, nədir, başa düşdün, nə demək istəyirəm sənə? Ümumiyyətlə, onsuz da sən mənə deməliydin. Bax, sən bundan əvvəl ki, bax, elə, indi spoiler verməyək, hər kimdən almışsan, Allah xeyrin versin. Bax, tək Elliot dolğasının nə qədər pul vermişdin öyrənmək üçün? 450 manat. 450 manat. Yəni, hazır video şəklində sənə playlist kimi vermişlər də, elə bir ki, necə bu videonu yazıb verəyələr, get kinoya bax ki, düzdürmü? O formada vermişlər də sənə. Yox, canlısı olmuşdu, canlı online dərs keçirmişdi. Sonradan videonun təkrarlarını göndərdilər. Lap yaxşı, qardaş, lap yaxşı. İndi bax, sən ona 450 manat pul vermirsən də, düzdürmü? Bir səndən məşğul olublar, səhərdən axşamıyla tutalım ki, deyək. Yaxşı, ona 450 manat pul vermirsən, gəlib bu strategiya isə 200 manat pul vermirsən. Yəni, aralarında nə kimi fərq görürsən? O 450 manatlıq strategiya ilə bu 200 manatlıq strategiya arasında nə kimi fərqləri var? Yəni, həqiqətən o 450 manatlıq strategiya 450 manat dəyəri var idimi? Bilirsən, çox böyük fərq var. Mən sənə deyim, ümumiyyətlə mən o bir strategiyalar işləmirəm. Hər bir strategiya bazarda yəni ki, işləyir. Amma bunun dərəcə söhbəti var ki, istəmir, əstəğfurullah. Sadəcə müqayisə eləmək cəhətdən deyirəm, müqayisə eləmək. Müqayisə edirəm, həqiqətən də müqayisə edirəm. Sən mənə bunu deməsəydin də ki, fikirləri paylaşma. Əfət sahəsindən məşğul olmaq istəyən, ümumiyyətlə bu sahələ maraqlananla mən öz fikirlərimi həmişə paylaşıram. Bu strategiya bilənlər sonra ümumiyyətlə hamıya da, yəni tanışlarıma hamıya məsləhət görürəm, gözünüzü dağa daşa vurmayın. Çox yormayın, ora bura gelməyin. Vaxtı ikən mənim yadımdadır ki, sən bu sözü demişdin ki, pulu boş yerə tökmə ora bura. Sən gəl bu strategiyanı öyrən, özün nəticəsini görəcəksən, amma mən sənin sözünə qulaq asmadım. Yəni belə bir söhbət olmuşdu aramızda.
belə çıxmasın, gedib kiməsə məcbur eləyə bilmərsən ki, sən get filan şey. Yəni insan o da, insan da Yox, indi sözsüz, hə, sözsüz. hamının səhvi Sadəcə, var. hə, sadəcə olaraq mənim özümə də maraqlı idi. Hər nə, mən özüm də sənə dedim ki, mən onu da öyrənəcəm vaxt gələcək, amma mən bir-bir başqa strategiyaları da öyrənim, görüm axı nədir də bunlar. Həqiqətən də mən bu strategiyaları öyrənərək gəldim və yekunda gördüm ki, bu strategiyanı öyrənəndən sonra, bu strategiya doğrudan da bunu biləndən sonra, bu strategiyanı biləndən sonra bazarı tam olaraq anlaya bilirsən ki, market Marketdə nə baş makerlər verir? bu bazarda bəli, nə etmək istəyir və nə baş verir. Filusda, qardaş, sənin də ki, dərs keçməyi və sorulmaq həqiqətən də çox sadə, başa şəkildə izah edirsən, səbirlə, hər insan necə varlığı, yəni onun başa düşdüyü tərzdə izah edə bilirsən. Hə, bəli, Yəni mən buna görə sən çalışıram ki, oradan da individual şəkildə izah təbrik eləyim. edirəm. Çünki hər insanın belə deyək də dünya görüşü biraz fərqlidir də belə deyək. Ona görə də mən də çalışıram ki, insanın belə deyim, öz əlində olan müəyyən bir bilgilərə uyğun, yəni onun başa düşəcəyi dildə izah eləməyə çalışıram. Yəni sənə də Elədir, həmçinin o elədir. formada Bir çalışdığım qədər izah eləməyə çalışım ki, tək sən başa düşəsən də. Yəni deyirəm, burada əzbərə bir sistem yoxdur. Bəli, müəyyən bir qızıl qaydalarımız var, orası öz yerində. Amma mən elə izah eləyirəm ki, insan, yəni özüm fikir versə də mən adətən loru dildə izah eləyirəm ki, insana daha yaxşı başa düşsün. Yəni gündəlik həyatımızda baş verən hadisələrlə belə deyək də, onlara biraz cəmləşdirirəm ki, yəni burada verdiyim məlumatlar sənə daha yaxşı çatsın. Yəni çox düzdür, terminlərə də girirdim, özün görürdün də, amma çalışdığım qədər loru dildə izah eləyirəm. Daha sonra sənin tərcüməsini verim ki, məsələn, bu belədir, bu elədir, bu belədir. Yəni nəinki sənə, yəni kim olur olsun, hamıya yəni canla başla qulluq eləməyə belə çıxmasın hazıram. Yəni inşallah mən elə düşünürəm ki, məndən bir nəsə bir narazılığın qalmadı. Yəni mən bacardığım qədər bütün nə xeyr bilgim qardaş, varsa, onlara hamısını yüksək yəni ki, səviyyədə mənə lazım olanı, bəli. mənə lazım olanı, mənə bilgiyinə lazım olan şeyi səndən ala bilmişəmsə, normal qaydada mən burada əlbəttə ki, səndən narazı qala bilmərəm. Bir şey də vurulamaq istəyirəm ki, yəni ki, burada insanın özündən həqiqətən də çox şey asılıdır. Düzdür Yəni bu qardaş, sahəyə, düzdür. Bilsən, trade sahəsinə həqiqətən çox adam gəlir, məşğul olmaq. xəyal çox adam gəlir ki, məsələn, mənə şəxsi sual verirlər Mən ki, biz məsələn, bu strategiyanı nə qədər vaxtda öyrənərik? Bax, indi bax, mən deyiləm sənsən də, bax, sən həmin o sualı verən insanlara necə cavab vermək istəyərdin? qardaş, burada insan özündən çox şey asılıdır. Sən bu sahədə, sən bunu, nə bilim, bir ayda öyrənə bilərsən, bir ilə də öyrənə bilərsən. Ümumiyyətlə, mən məsləhət görərdim ki, bu sahəyə həqiqətən də trade, yəni bu sahəni sənət kimi qəbul edib gəlmək istəyən gəlsin. Yox, mən gəlib burada milyon qazanacam söhbətinə gəlirsə, həqiqətən o insan qazana bilməyəcək. Çünki o bu sahəni qumara çevirəcək öz üçün. Bu işin demək olar ki, 100%-lə götürəndə bunun demək olar ki, strateji işin 30-40% həll edir. Qalan bir hissəsi bunun psixologiyanın Bəli, bəli, çox gözəl vurğuladın. kassa idarə Psixologiya etməsi. çox Yəni lazımdır. Kassa idarəsi çox önəmli mövzulardır. bunlar bacarması. Bunlar bacarması istəyir dünyanın bir nömrə strategiyasını bilsin. O xeyir yox yəni. Qazana bilməyəcək. Bəli, qardaş, ona görə mən hamıya deyirəm ki, yəni o sualları verirlər mənə ki, biz nə qədər vaxt öyrənə deyirəm, qardaş, mən məsəl üçün gündəlik 1 saat bu işə vaxt ayıran insanla gündəlik 5 saat bu işə vaxt ayıran insanın nəticəsi eyni ola bilməz axı. Mən gün ərzində 1 saat əziyyət çəkirəm, sən 5 saat əziyyət çəkirsən. Əlbəttə sən məndən daha çox uğurlu olacaqsan, sən məndən daha çox bilikli olacaqsan. Yəni burada vaxt məhdudiyyəti var da. Yəni gündəlik həyatımız elədir ki, hamının vaxtı eyni deyil. Biri məsəl üçün həftənin 5 günü işləyir, biri 3 gün işləyir, biri gecə smeni olur. Yəni bura ayıracağın vaxtla olan bir şeydir. Yəni nə qədər çox vaxt ayırsan, nə qədər çox məşğul olsan, nə qədər çox əziyyət çəksən, qardaş, bir o qədər də sənin uğurun çox olacaq. Hə, indi o istisna hallar olur ki, məsəl üçün Bəli. doğrudan milyardda Yeganə birdir ya, sən deyim, milyardda birdir, mən görməmişəm. Yəni elə insan var ki, qardaş, gecə-gündüz də çalışsa, yəni bu insanlıq deyil də, yəni bu sahə o insanlıq deyil. Yəni tək söhbət bu trading sahəsində getmir, bu libo işdə elədir.
Məsələn, get bir ev ustalığını öyrənəcəksən. İnsanlar var ki, həvəsi var, işləmək istəyir də, müəyyən bir işi görmək istəyir. Amma qardaş alınmır da, alınmırsa alınmır. Yəni orada artıq özünü öldürməli deyilsən. O da dediyim kimi milyonda bir ehtimaldır. Amma sən bugünkü gündə bu marketə gəlmisənsə, bu bazarı öyrənmək istəyirsənsə, burada necə deyim, yəni həvəsə görə yox, həqiqətən bu işi biznes halına, ciddi iş halına gətirmək istəyirsənsə, yəni belə bir fikrin varsa, yəni mən həmin insana %99% deyirəm ki, o insan yəni burada uğurlu olacaq. Yoxsa əgər mən gəlmişəm elə-belə vaxtımı öldürməyə, girim bir dənə long açım, bir dənə short açım, 3-5 manat götürüm, bir dənə yəni ciddi şəkildə bura gəlməmisənsə, yox qardaşım, marketə həmin insanları burada udur. Yəni elə insanlar burada çox qalmır. Yəni bu tradingin özünü də yaxşı bilir. Yəni trade bu insan bu trading sahəsi qardaş yaxşı vurğulanır. Trade də bilməlidir ki, insan. Bəli. Sənətdir, yəni bu sənət. Bəli, bu trade gələn bilməlidir, qardaş. Bura milyon qazanmaq, yəni ki, arzusudur, nə bilim, xəyallarıdır, belə fikirlə gəlməsin. Yəni sən burada milyon qazanmayacaqsan. Sadəcə olaraq sən bunu disiplin, iş, yəni ki, sənət halına gətirəcəksənsə, daimi stabil demirəm, daimi qazancda olacaqsan və yaxşı qazanclara da çıxacaqsan. Yəni o kassanın asılıdır, özün bilirsən də, mən onu sən deyim, yəni kassan böyük. Bəli. Adi bir səslə qardaş, əlində necə mayon, hansı bir alverə girişmirsən, necə bir mənə tapmadı. Sən paltar mağazasına. Əlində mayon, yaxşı mayon varsa, abarodun yaxşıdırsa, təbii ki, oradan yaxşı qazanacaqsan. Yoxsa sən əlində pul azsa, oradan da zəif qazanacaqsan. Sən təzəvvürlə mal alıb qoya bilmirsən sən satdığa. Yəni abarodun zəifdir. Mağazinə girən görəcək bu zəifliyi, ona da qatıb gedəcək. Eyni düşün. Burada da eyni elə bir şeydir ki, əlində az olacaqsan, əlində az pulun olacaq, qazancın da az olacaq. Mayon yaxşı olacaq, yatırımın yaxşı olacaq, qəşəng qazanacaq. Sadəcə olaraq yenə də disiplin və salam. Hər şeyi həll edən odur. Bəli, disiplin, kassa idarəsi. Bir də ikinci növbədə, həqiqətən ikinci növbədə gəlir. İndi onlar da mənim üçün ikinci növbədə strategiya. Bəli, qardaş. Həqiqətən də doğru bir şeydə vurğulamaq istəyirəm ki, indi valla məni tanıyanlar tanıyır, tanımayanlar bu indi video, bu indi görüntüyə bilmirəm, harada paylaşacaqsam, yəqin kanalında paylaşacaqsam. Tanımayanlar bəlkə də elə düşünəcək. Yəni sən deyənə indi sənə görə demirəm, həqiqətən də. Yəni insansan ki sən sırf olanları, həqiqəti, yəni pul xətrinə, halbuki sənə məsələn kursunu satırsan da, sənə kursunu satmaq lazımdır, vacibdir. Sən kursunu satmaq xətrinə bunu eləmirsən. Yəni həqiqətləri deyirsən ki, burada nə deyil. Marketing hiyəsindən istifadə edirsən, o birlər kimi. Bəli, yəni özün də bilirsən ki, yəni eləmək olardı. Sadəcə mən o vicdanıma belə bir sıxışdırdım. Əlbəttə, niyə olmur ki? Yəni sən bu kursu satmaq xətrinə onlar edə bilər. Yəni marketing hiyəsindən istifadə eləyib, gəl, yəni ki, insanları cəlb etmək olardı. Amma sən həqiqətləri deyirsən, vəziyyətin hər şeyin olduğunu necə var deyirsən, buna görə həqiqətən də sənə alqışlayıram. Yəni bunu hər adam başa düşmür, bilmir. Bilirsən, Yəni çox adam aldanır. İnsan sanki bu sahədəsin. Bu YouTube-da, TikTok-da bəlkə çıxar da qabağı. Ay nə bilim oturdu, nə bilim 105-ci mərtəbədə trade elədi, vertolyotun üstündə uçdu, ay nə bilim pullar belə töküldü. Həmən başa sala bilmirəm ki, qardaş, bunlar illüziya. Onlar o tərəfə qalsın. Onlar o tərəfə qalsın, qardaş. Bizdə çox kurslar öyrənir. Ümumiyyətlə bilməyənlərə, başa çıxmayanlara deyir ki, gəl, burada qazanacaqsan milyon qazanacaqsan. Mən sənə strategiya öyrətdim ki, partladacaqsan. Yəni, hamıya bunu deyirlər. Halbuki reallıq elə deyil. Əlbəttə ki, o kursu da alan... Reallıqları da sən hamısını deyirsən. Reallıqların da hamısını sən deyirsən. Yəni, mən birinci səfərdir ki, görürəm ki, həqiqətən də bu kurs, yəni dərs deyənlərdən
ümumiyyətlə trade öyrədən insanlardan birinci insansan rastlamaq istəsən, sən buradakı reallıqların hamısını deyirsən. Demək lazımdır qardaş, çünki reallığı mən deməsəm də belə, mən nə qədər örtbaslı eləsəm də, yalanda eləsəm, mənə əvvəl-axır onsuz da o yalanlarım çıxacaq ortaya. Yəni mən Sözsüz kursa gələn qardaş, kursa başlayandan sonra, ümumiyyətlə bu kursu da qutarandan sonra, indi bu birjada real trade başlayan insan görür ki, yox, gələcək yəni salam gəldi, o deyil, demişdilər. o deyil. Amma belə çıxdı. Yəni ona görə də yəni mən o günaha bata bilmərəm açığı. Oldu ay xəyal, yenə təşəkkür edirəm sənə. Sənə də vaxt ayırdın. Həqiqətən çox sağ ol deyirəm sənə, təşəkkür edirəm mən də. Mən də təşəkkür edirəm. Vaxtını ayırdın, öz səmimi fikirlərinə görə, səmimi düşüncələrə görə təşəkkür edirəm sənə. Allah səndən razı olsun. Yenə də əlaqəmiz itmir. Özün bilsən də kursu keçən adamlar bizim Discord kanalımızda, yəni öz community'miz var, belə deyək. Orada yəni suallarımızı veririk, bir-birimizə kömək edirik. Yəni irtibat olmuruq da bir sözlə. İndi elə yerlər var, məsələn, kurs bitdi, əlaqə də kəsildi. Sağ ol. Yəni bizdə eləncəsini elə, indi özün Allah şahid, sən görürsən hər şeyi. Oldu qardaş, çox sağ ol. Mən də çox sağ ol deyirəm, təşəkkür edirəm. Sağ ol ki, dəyərli vaxtı ayırdın. Əziyyət çəkdim haqqı vaxtında. Halal xoş qardaş, halal. Həqiqətən də mən istədiyimi tapdım. Allah canım sağ eləsin, inşallah səsin yüksəklərdən gəlsin, TP-lərin bol olsun, necə deyərlər. Təşəkkürlər deyirəm, təşəkkürlər. Hər şey olsun. Sən də sağ ol.